Yazıq nakam öldü. Heç bir şeyin üstündə getdi. Bu vəhşi düşmənçiliyin qurbanı oldu. Uşaq Kolanıdan evə qaydanda qonşu kəndin adamları doğramışlar. Meydini vermirdilər. Kərbalayın o ağır, müsibətli günlərində işə qarışdım. Uzun mübahisədən, minnətdən sonra oğlanın meydini alıb verdim atasına. Şəhərdə cəmaat acdır, sənsə taxılı burada gizlədirsən. Ay hay! Mənim atam babam şəhərdəkilərə borçludur. Açan olar mənə çörək veriblər, ha? Hökumətlik eləməyəcəksən ki. Mən belə hökumət tanımıram. Nə oldu sənin şura hökumətin? Hı? Hani sənin paytaxtın? Hani top xanan? Tələsmə, görəcəksən. Bir kəs sənə o günü görmək qismət olmayacaq. Niyə durumsan? Nəyi gözləyirsən? Gözləyirsən ki, gəlib yaxalasınlar. Ondan sonra ayılasan? Canımı dişimə tutub bir təhər dözürdüm. Dinç qoymadılar. Torpağımın yarısını aldılar, dinmədim. Evimi tarmar elədilər, danışmadım. Taxılımı apardılar, dinmədim. Əşə hansını deyim? İndi də bu qalxoz oyununu atıblar ortaya. Deyirlər ki, inəklərini ver, öküzlərini ver, atını da ver, arabanı da ver. Sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da. Gərək sən bu işə qol qoymayaydın, Abbasqulu bəy. Bir-birimizə hörmətimiz var, duz çörək kəsmişik. Onu ayaqlamaq çox ağırdır. Mənim davam sənlə deyil, təzə hökumətləndi. Üstünüzə silahlı dəstə göndərmək istəyirdilər Kərbalaya. Sonra qərara gəldilər ki, dinc yolla həll eləsinlər. Sağ çıxmaz. Sən Abbasqulu bəyi tanımırsan. Mənə əl qaldıran hələ anadan olmayıb. O getdiyim Kərbəla haqqı, onların kökünü kəsərəm. Cəmaat elə bilər biz ondan qorxuruq. Qəmlo, sən hər şeyi öz arşınınla ölçmə. Mən Abbasqulu bəyin qabağından qorxub qaçmıram. Bizim aramızda kişi dostluq olub. Üz-üzə gəlsək, ya mən gərək onun sözünü yerə salmayam, ya da kəsdiyimiz duz çörəyi ayaqlayam.
haqqı salanmazın da üstündən qələm çəkəm. Bu da mənim üçün çətindir.